Qızınız soyuqda titrəsəydi, onu isitmək üçün ocaqda 2 milyon dollar nağd pul yandırardınız. Bəli, düz eşitdiniz. Düz 2 milyon dollar. Bu, tarixin ən zəngin və ən qallı narkobaronu Pablo Escobar'ın sadəcə bir günlük hekayəsidir. 1980-ci illərin sonunda bu adam ABŞ-a girən narkotikin düz 80%-ni nəzarət edirdi. Onun karteli həftədə 400 milyon dollardan çox qazanırdı. Pullar o qədər çox idi ki, bükməyə rezin çatdırmırdılar. Hər il ambarlardakı pulların təxminən 2 milyard dollarını siçanlar yeyirdi. Amma Escobar'ın eyninə də deyildi. Onun bir qanunu var idi. Plato plomo. Yəni ya məndən rüşvət alıb varlanırsan, ya da imtina edib başına güllə yeyirsən. Bu prinsiplə o, minlərlə polisin, hakimin və günahsız insanın ölümünə səbəb oldu. Amma qəribə olan budur ki, doğma şəhərində xalq ona Robin Hood deyirdi. Çünki kasıblar üçün pulsuz evlər, xəstəxanalar və futbol meydançaları tikirdi. Amerikaya ekstradisiya olunmaqdan elə qorxurdu ki, Kolumbiya hökumətinə ölkənin bütün xarici borcunu tək başına ödəməyə təklif etdi. Rədd cavabı alanda isə özünə lüks həbsxana tikdirib ora girdi. Bəs sonu necə oldu? 44 yaşında, oğlu ilə telefonda cəmi bir neçə dəqiqə artıq danışdığı üçün yeri tapıldı və damların üstündə güllələndi. Sizcə, o xalqın qəhrəmanı idi, yoxsa sadəcə qəddar bir qatil? Fikirlərinizi rəydə yazın və bu cür fərqli dosyalar üçün səhifəni izləməyi unutmayın. Rusiyanın ən çox adam öldürən seriyalı qatili, Angarsk manyakı Mikhail Popkov barədə materialı elə indi Cinayət Dosyası YouTube kanalından izləyə bilərsiniz.